İndi isə ümumiləşdirici tapşırıqlarda səhifə 91-də eyni tipli məsələdir, yəni qrafikdir. Kim bundan əvvəlki videoya baxmayıbsa, keçid edib bundan əvvəlki videoya baxa bilər. Deməli, bizdən sual verir ki, verilmiş qrafikə əsasən ağciyərlərin tənəffüs potensialını hesablayın. Biz dedik ki, ağciyərlərin tənəffüs potensialı nəyə bərabərdir? Ağciyərin tənəffüs potensialı bərabərdir tənəffüs havası üstə gəlinsin, əlavə hava. İndi qrafikdən götürək. Tənəffüs havası sakit nəfəs almada bizim nəfəs alıb verdiyimiz hava miqdarına deyirik. Gəlin görək qrafikdə nə qədərdir? Deməli, tənəffüs havası, bax bu hissə tənəffüs havasını göstərən rəqəmdir. Bax bu, daha doğrusu qrafikdir. Bu spiroqram, baxın, bax bu göy xəttlərlə göstərilən hissə tənəffüs havasını göstərir. Deməli, 2500-dən 3000-ə qədər olan hissə nə qədərdir? 500 kub santimetrdir. Deməli, bizdə tənəffüs havasının miqdarı oldu 500 kub santimetr. Və əlavə hava nədir? Dərindən nəfəs almada, dərindən nəfəs alma zamanı deməli, qəbul etdiyimiz hava miqdarı əlavə hava adlanır. Bu nə qədərdir? Biz götürəcəyik qrafiki, baxın buradan 3000-dən, baxın 5700-ə qədər. Onda 5700-dən 3000-in çıxanda nə qədər qalır? 2700, baxın bu hissə qalır əlavə havanın payına. Deməli, 2700-də oldu nə? Əlavə hava. Onda 2700-ün üzərinə 5000 gələndə təqribən nə qədər eləyir? 3200 kub santimetr ağciyərin tənəffüs potensialını verdi bizə. Demək, tənəffüs potensialını hesabladıq. Daha doğrusu, daha sonra verilmiş qrafikə əsasən ağciyərin həyat tutumunu hesablayın. Ağciyərin həyat tutumunu hesablamaq üçün tənəffüs havası üstə gəlsin əlavə hava, üstə gəlsin burada biz ehtiyat havanı da götürəcəyik. Üstə gəlsin ehtiyat havanı da götürəcəyik. Tənəffüs havası ilə əlavə hava bizdə nə qədər oldu? 3200 kub santimetr. Zaten bu ağciyərin elə tənəffüs potensialıdır. Bizə lazımdır ehtiyat havanın miqdarı. Ehtiyat hava dərindən nəfəs verərkən nə qədər buraxdığımız hava miqdarını göstərir. Qrafikə baxaq. Baxın, ehtiyat hava dərindən nəfəs vermə buradan başlayır. Baxın, bu qədər dərindən nəfəs verilibdir. Görək nə qədərdir miqdarı? 2500-lə 1200-ün arası. Onda 2500-dən 1200-ün çıxaq görək. Bu ehtiyat hava, bu sahə neçə kub santimetr verir bizə? 2500-dən 1200-ün çıxanda qalacaq 1300. Deməli, ehtiyat havanın miqdarı nə qədər oldu? 1300 kub santimetr. Deməli, bunları da toplayanda bizə nə qədər verəcək? 4500 kub santimetr bizə ağciyərin həyat tutumunu vermiş oldu. Üçüncü sual, verilmiş qrafikə əsasən ağciyərlərin ümumi tutumunu hesablayın. Ağciyərin ümumi tutumu dedikdə isə, ağciyərin həyat tutumunun üzərinə gəlirik, bir də qalıq havanı gəlməliyik. Demək, ağciyərin həyat tutumu bizdə oldu 4500 kub santimetr. İndi baxaq görək qalıq havanın miqdarı nə qədərdir? Qrafikdə qalıq havada ən dərin nəfəs vermədən sonra belə ağciyərləri tərk etməyən havanın miqdarıdır. Burada nə qədərdir? 1200 kub santimetrdir. Onda biz 4200-ün də üzərinə 1200 kub santimetr gəlsək, 5700 nədir? Kub santimetr bizə ağciyərlərin ümumi tutumunu vermiş olacaq və dərslikdə də qeyd etdiyi kimi ağciyərlərin, deməli insanda ağciyərlərin, orta yaşlı insanda ağciyərlərin ümumi tutumu 4-6 litr, yəni 4000-6000 kub santimetr arasındadır ki, biz də deməli 5700 kub santimetr almış olduq.